Səsdə şikayətlərini bax, mən səsdə şikayətlərini güvənli şikayət edir. TikTok platformasında Velizar Official adlı səhifəni idarə edən Salman Məmmədovdan qonşusu şikayətçi olub. Daha öncə həbs edilən Velizar bu barədə özü paylaşım edib. O bildirib ki, gecə saat 00-dan 03-ə qədər canlı yayımda olub, musiqi qoşduğu üçün alt mərtəbədə yaşayan qonşusu ondan polisə şikayət edib. Hazırda heç bir narahatlıq yoxdur. Musiqi səsinə görə qonşu heç komendanta da xəbərdarlıq etmədən birbaşa polisə şikayət verib. Mən bu evə elə səsə görə köçmüşdüm. Qonşum məni istəyirsə, demək istəyirəm ki, heç olmazsa komendanta bildirərdi, mənə də xəbərdarlıq edərdilər. Əgər davam etsəydim, onda şikayət edərdiniz. Gedib ərizəmi yazıb gəldim, sadəcə çox həyəcan keçirdim. Rahat olmayın, yaxşıyıq. Sadəcə yayında səs, yəni mahnı səsi olduğuna görə komendantı da xəbər eləməyib altdakı ev sahibi. Qeyd edək ki, bir müddət öncə Velizar barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və informasiya telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilmişdi. O, müvafiq qərarla inzibati qaydada həbs olunmuşdu. Rica edirəm ki, heç olmasa bir komendanta deyərdiniz, bir uyarı verərdiniz mənə. Mən bilərdim, mən bir daha bu səsi, mahnıyı açmazdım da. Çünki mənim işim gecə saat 00-dan